Artıq buraxılış imtahanının birinci zona üçün nəticələri açıqlandı. İkinci zonanın nəticələri də bu həftə açıqlanacaq. Və bu nəticələrin açıqlanması ilə birlikdə yəqin ki, abituriyentlərimiz blok imtahanına var gücümüzlə çalışmaq lazım olduğunu bir daha anladılar. Hər bir abituriyentin müəyyən bir təcrübəsi oldu bu imtahanla. Kimisi yüksək bal toplayaraq respublika birincisi oldu, kimisi zəif bal toplayaraq çox peşman oldu. Hər bir halda hər bir abituriyentin müəyyən bir təcrübəsi oldu. Əsas olan bundan sonra blok imtahanı üçün uğur qazanmaqdan ötürü necə çalışmaq lazım olduğunu planlaşdırmaqdır. Buna nələr daxildir? Buna daxildir birincisi, buraxılış imtahanında keçilməyib, yəni blok imtahanı üçün qalan bəzi mövzular vardır riyaziyyatdan. Limit, törəmə, integral kimi mövzular. Bu mövzuları yaxşıca öyrənib, bunların suallarını yaxşıca işləyib, mövzunu tam qavramaqdır. Ondan sonra bəzi mövzular var ki, hər bir abituriyent üçün müəyyən mövzularda çətinliklər var. O mövzuları bir daha öyrənib, bir daha təkrarlamaq lazımdır. Sonra yerdə qalır digər mövzuların təkrarı. Bu mövzuların təkrarının ən asan yolu və uyğun yolu çoxlu sınaq işləməkdir. N qədər sınaqlar var və bunlardan ən uyğun olanı DİM-in sınaqlarıdır. Yəni sınaqlar dediyim nələrdir? DİM-in indiyə qədər elədiyi bütün sınaqlar və qəbul imtahanları topluları var. Axtarsaq ən qədər toplu tapa bilərik. Çalışın o sınaqları, o topluları bol-bol işləyin. Nə qədər çox sınaq işləyərsinizsə mövzuların təkrarı üçün o qədər əlverişli olar. Və təkrarın ən asan yolu, ən uyğun yolu, bir daha təkrar edirəm, sınaqlar işləməkdir. Hər birinizə uğurlar abituriyentlər.